Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Axır ki, çoxdan da gözlənilən xəbəri sizə bildirmək istəyirəm. Dostlar, biz təlimi artıq bitirdik. Bu təlimin üstündə həddindən artıq çox əziyyət çəkmişik, çünki burada məqsəd tamamilə başqadır və bunu mən sizə indi irəliləyən dəqiqədə izah edəcəm. Gəlin sadə bir tanışlıqdan başlayaq. Görək bizim bu təlim nəyə görə bu qədər vaxt aldı və nəyə görə o bu qədər dəyərlidir. Gəlin tanış olaq. Kursun adı dostlar Modul X-dir. Gördüyünüz kimi modullardan ibarətdir. Gəlin ilk moduldan başlayaraq sizə izah eləyim. Burada başlama tarixi var. Görürsünüz fevralın 1-i 2026-cı ildən etibarən bizdə hər ay təlimə qeydiyyat başlayacaq. Artıq siz fevralın 1-i başlayan təlimə qoşula bilərsiniz. Yəni artıq qeydiyyat başlayıb. Fevralın 1-dən sonra isə bizdə artıq bir də qeydiyyat olacaq mart ayına. Yəni ayda bir dəfə qeydiyyat prosesi gedəcək. Gəlin təlimin mövzuları ilə tanış olaq. Gördüyünüz kimi biz başlayırıq ilk öncə modul 1-dən. Burada ilk fon hesabının alınması, onun MetaTrader'a qoşulması, xüsusi endirimlər, gizli qaydalar, market strukturu, trend, range, CBOS, BOS, K-high, K-low, fraktallar, swing low, swing high, sell to buy, buy to sell əməliyyatları və s. Və gördüyünüz kimi burada canlı dərs yazılıb. Bu nə deməkdir? Siz həftəlik olaraq bu dərslərlə tanış olursunuz. Bunlar artıq video şəklində hazırdır. Nəyə görə belə bir modullara ayırma var? Baxın, indi gəlin mən sizə ətraflı izah edeyim. Siz bu dərslərlə tanış olursunuz, hamısını izləyirsiniz. Həftənin sonu isə baxın, bu keçdiyiniz dərslərə uyğun olaraq biz sizinlə canlı dərs keçirdirik. Hansında ki siz öz suallarınızı rahat şəkildə bizə ünvanlaya bilərsiniz və biz onların hər birini sizə real qrafik üzərində cavablayacağıq. Dərslərin özünü izləyəcəksiniz. Çox sadə qaydada yazılıb dostlar və çox rahat şəkildə başa düşülən formadadır. Yəni burada yox deyə bir şey yoxdur. Siz bu dərslərə baxandan sonra hətta heç bir anlayışınız olmasa belə bunları çox rahat şəkildə başa düşəsiniz. Çünki əsas problem nədir? Məsələn, tradinqi öyrənəndə əsas problem odur ki, siz YouTube-a girirsiniz, məsələn, axtarışa trading dərsləri və siz qarma-qarışıq bir sistemin arxasıca düşürsünüz. Hansı ki, bugün məsələn order blokları öyrənirsiniz. Sabah biri çıxır deyir ki, order bloklar işləmir, məsələn, fair value gapla işləyin. Sonra biri çıxır deyir, o işləmir, bu işləyir və sizin beyniniz qarışır və nəticədə siz düzgün şəkildə irəliləyə bilmirsiniz. Burada isə hər şey səliqəli şəkildə düzülüb və ən sadə dildə və lazım olan şəkildədir, hansı ki real nümunələr üzərində işləyir. Bundan sonra da bu dərsləri siz öyrəndikdən sonra siz canlı dərsə qoşulursunuz. Biz sizinlə canlı dərs keçirdirik və keçirik modul 2-yə. Modul 2-də siz dostlar Fibonacci, fair value gap, yəni imbalans, IFVG, mitigationlar, order bloklar. Bunu ümumi order blok olaraq yazmışam bura, çünki order blokların növləri həddindən artıq çoxdur və onlar burada var. Sonra sponsorship candle və liquidity, yəni liquidity ilə işləmək. Bunun da sonunda gördüyünüz kimi bizdə canlı dərs var. Sonra keçirik biz modul 3-ə. Burada order flow ilə tanış oluruq. Sonra multi-time frame analizi, böyük time frame ilə kiçik time framelərə düşmək, sonra sessiyalar, sessiyalardan sonra ayrıca Asiya, London strategiyası, New York reversal və s. Dördüncü modulda isə dostlar biz psixologiya, funded risk management, yəni real olaraq istifadə olunan setuplar, trade gündəliyi, necə aparılmalıdır, necə yaradılmalıdır. Birbaşa olaraq sizdən disiplinli bir trader hazırlamaq istəyirik. Və modul X-də burada heç nə yazmamışam və sadəcə yazmışam ki best modul. Yəni buradakı şeyləri mən burada qeyd eləməyəcəm, çünki bu gizli məlumatdır. Bunu ancaq bu 4 modulu keçənlər biləcək və bunun da sonunda canlı dərs olacaq. O heç, o öz yerində. Bizdə artıq qeydiyyat başlayıb. İlk təlim artıq bu 4 modul gördüyünüz kimi fevralın 1-dən artıq başlayacaq. Dərslərə düşmək istəyirsinizsə dostlar, ilk öncədən qeydiyyatdan keçməlisiniz. Çünki fevralın 1-i artıq bizə dərslər başlayır və qeydiyyat dayanır. Ondan sonra siz ancaq marta qoşula biləcəksiniz. Ona görə də vaxt itirməmək üçün indi burada saxlayacağım. Instagrama yazırsınız. Linki də açıqlama bölməsində var. Əlavə olaraq da real setup və şəxsi strategiya. Bu nə deməkdir? Bütün bu izah olunan dərslər hamısı real setuplarda istifadə olunan şeylərdir. Konkret olaraq lazım olan şeyləri saxlamışıq, çünki sizə əsas məqsəd dostlar qazanmaq lazımdır. Və burada ancaq işləyiş metodlardır, hansında ki biz real setupları özümüz necə işləyirik, onu sizə paylaşacağıq və bu şəxsi strategiya nə deməkdir? Biz öz şəxsi strategiyalarımızı paylaşacağıq. O heç. Burada əsas məsələ odur ki, təlimin sonunda siz artıq öz şəxsi strategiyanızı formalaşdıracaqsınız. Çünki
hamı eyni şeyi öyrənsə də yadınızda saxlayın. Hər kəsin giriş modeli özünə uyğundur. Yəni hər kəs əməliyyata girəndə özü reaksiya verir. Məsələn, mən aqressiv stop lossla işləyirəm, İsmail bəy daha konservativ stop lossla işləyir. Yəni eyni strategiyadan istifadə eləsək də bəzən giriş nöqtələri fərqlidir və əməliyyata girmək səbəbləri fərqlidir. Buna görə də siz bu təlimi keçəndən sonra, yəni bazarı başa düşməyə başlayandan sonra öz şəxsi strategiyanı quracaqsınız. Və ən əsas məsələ, bu təlim ümumiyyətlə nəyə görə hazırlanıb? Tələbələrin arasından ən yaxşı 10 nəfər komandaya qoşulacaq. Bu nə deməkdir dostlar? Bu təlimin əvvəlcədən yaranma səbəbi idi. Nəyə görə? Çünki biz artıq YouTube-dan yavaş-yavaş çəkilmək istəyirik. Çünki dostlar, bir tərəfdən sərf eləmir, bir tərəfdən nəyə lazımdır? Yəni çünki vaxt gedir. O vaxtı biz daha səmərəli öz əməliyyatlarımıza istifadə edə bilərik və daha çox gəlir və daha az iş görmüş olarıq. Hələ ki YouTube-da videolar davam edir, amma əsas məqsəd dostlar, bu təlimi keçən tələbələrin arasından 10 nəfər komandaya seçməkdir ki, biz artıq belə deyim, o insanlarla öz yolumuzu davam edək və çox yaxşı bir yerlərə gedək çıxaq. Hal-hazırda təlim barədə məlumat almaq istəyirsinizsə dostlar, dediyim kimi, link aşağıdadır. Instagrama yazırsınız və təlimə qoşulursunuz. Başlama tarixi fevralın 1-idir. Əlavə olaraq nə sualınız olarsa, onu da yaza bilərsiniz dostlar. Ümidvaram ki, hər birinizə uğurlu olacaq və mən sizi birinci modulun sonunda səbirsizliklə gözləyəcəm. Tamamilə insanların böyük bir problemi əks olunub, hansında ki, onlar çətinlik çəkirlər. Çünki biz bir vaxtı özümüz də bu yolu keçmişik dostlar. Siz nə isə axtaranda heç vaxt tapa bilmirsiniz. Buradakı dərsləri indi sual yarana bilər ki, siz YouTube-dan tapa bilib öyrənə bilərsiniz? Təbii ki, öyrənə bilərsiniz. Amma bu sizin sadəcə dostlar daha çox vaxtınızı alacaq və siz bu yolda daha çox səhvlər edəcəksiniz, hansında ki, yenə də bəlkə də bir neçə ilə gəlib bu yerə çatacaqsınız. Amma biz sizə konkret olaraq bu səhvləri etməmək üçün birbaşa yolu təqdim edirik, hansı ki, siz artıq real olaraq funded hesablarla işləyən adamlardan, yəni real olaraq bunu necə keçmək lazımdır, necə işləmək lazımdır, bunu birbaşa o yolu keçmiş adamlardan öyrənirsiniz artıq. Biri var, məsələn, özünüz başlayasınız sıfırdan, özünüzə sual verəsiniz ki, görüm order flow-nu öyrənim, görüm bəlkə də trendi öyrənim, bəlkə bu səhv deyir, bəlkə bu düz deyir, amma sizin qarşınızda artıq real olaraq nümunələr var. Mən hal-hazırda sizə hətta payoutları da göstərəcəm burada dostlar. Hamısını göstərməyə ehtiyac yoxdur təbii ki, nəyisə sübut eləməyə məqsədimiz yoxdur. Sadəcə dostlar, nəticə var və biz bu nəticəni bizimlə bölüşəcək insanları axtarırıq, hansı ki, bizimlə bir yerdə işləyəcəklər gələcəkdə. Əlavə olaraq da dostlar, onu deyim ki, məsələn, burada elə mövzular var ki, sadəcə adı yazılıb. Baxın, hər bir mövzunun içində konkret olaraq onun necə istifadə olunacağı qeyd olunur və biz bunu canlı dərslərdə də detallı şəkildə analiz eləyəcəyik. Deyək ki, Fibonacci dərsidir, siz Fibonacci-ni öyrəndiniz. Yaxşı, bəs bunu real praktikada necə istifadə eləmək lazımdır? Baxın, ən çətin məsələ odur və insanların ən çox problem yaşadığı yer də oradır ki, bunu öyrəndim, amma tətbiq eləyirəm, işləmir. Çünki sən bilməlisən ki, onu sırf harda istifadə eləməlisən. Bəlkə də o sənə hazırki bazarın vəziyyətində uyğun deyil. Sən belə deyim, daha dinamik düşünməlisən. Bəzi yerlərdə bu strategiya işləyir, bəzi yerlərdə bu strategiya işləyir. Sən ümumiyyətlə bəzi günlərdə əməliyyata girməməlisən. Bax, bu sualları özünə verməmək üçün biz sənin üçün hazır bu proyektə hazırlamışıq və səni öz sıramızda gözləyəcəyik dostlar. Ona görə də məncə hər bir şey dedim. Hər birinizə uğurlar. Modul X-da görüşənədək.